Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə mükəmməl bir şirniyyata bölüşmək istedim. Evdə bir stəkan mürəbbə şirəniz varsa, mütləq bu şirniyyatı hazırlayın. Çay dəmlənənə kimi hazırlaya biləcəyiniz möhtəşəm, az ərzaqla, həm görünüşü estetik, həm də ki, dadı mükəmməl olan şirniyyat növüdür. Əvvəlcə qaba bir stəkan mürəbbə suyunu əlavə eləyirəm. Üzərinə duru yağ və şəkər tozunu əlavə eləyirəm. Yaxşıca bir kütlə alana kimi qarışdırıram. Qeyd edim ki, ərzaqların dəqiq miqdarını postun altında qeyd edəcəm. Üzərinə isə bir başqa qabartma tuzu, bir başqa vanil, 2 xörək qaşığı xırdalanmış buz əlavə eləyib yaxşıca qarışdırıram. Qarışdırandan sonra ən axırda isə onu əlavə eləyib ələ yapışmayacaq yumşaq xəmir yoğururam. Xəmirdən az-az götürüb yumru şariklər hazırlayıram. Tavaya yağlı kağız serib şarikləri tavaya düzürəm. Üzərinə isə mən araxis əlavə elədim bezək kimi. Siz başqa nə varsa əlavə eləyə bilərsiniz ya da heç elə bu formada da bişirə bilərsiniz. Bu formada eləyib əvvəlcədən qızdırdığım sobada 180 dərəcədə 25-30 dəqiqə qədər bişirirəm. İnanın çox möhtəşəm, çox dadlı şirniyyat alınır. Siz də hazırlaya bilərsiniz. Həm az ərzaqla, həm də ki, dadı mükəmməl olur. Həm dadı, həm görünüşü mükəmməl alınır. Videolarımı bəyənirsinizsə, komment yazmağı, paylaşmağı, like eləməyi unutmayın. Kanalıma abunə olun. Hələlik, sağ olun.